İndi Marta hər gün gəlirdi. Hər dəfə yeni makyajla, yeni saç düzümü ilə. Elə bil ki, geyim otağında oynayırdı. Hər dəfə ilk sözləri bu olurdu. Tələsirəm, amma sonra iş növbəsinin sonuna qədər otururdu. Bir gün işdə oturmuşdum, Marta içəri girib gəldi. Stolun yanında oturdu, mənə baxırdı. Açığı dərhal başa düşdüm ki, nəsə düz deyil. O qəribə idi, gözləri çılğın, hər şeyi də birdi qəribə. Mən axmaq, ona yazım gəldi. Çay verdim, dedim qoy otursun tək. Qadındır, niyə kömək etməyim ki? Amma o yapışdı. Ayaqqabının altındakı saqqız kimi yapışdı. Əvvəlcə bu elə də pis deyildi. Özümü qəhrəman kimi hiss edirdim, xilaskar kimi. O mənə müxtəlif nağıllar danışırdı. Güya vəkildir, güya dostları siyasətçidir. Mən inanırdım, baxmayaraq ki, hamısının yalan olduğunu başa düşürdüm. Sadəcə xoşuma gəlirdi ki, kimsə məni dinləyir. Axı mən alışmışdım ki, hamı məni görməzlikdən gəlir. Sonra cəhənnəm başladı. O mənə məktublar yazmağa başladı. Yüzlərlə, minlərlə. Əvvəlcə sadəcə qəribə idilər, sonra isə ədələyici. Dostlarıma, ailəmə də yazmağa başladı. O, həqiqi bir stalker oldu.